Şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı hansı yeniliklər olacaq? 3300 şəhidimizin təxminən 8100 ailə üzvünə 16200 adda sosial müavinət və yaxud pensiya, habelə prezident təqaüdü təyin edildi. Həyat standartına təsir göstərəcək məqamlardan biri də onların mənzillə və avtomobillə təmin olunması. Müharibədən sonraki dövrdə 6800 mənzil və fərdi ev şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan həssas əhali qruplarına verilir. Sosial reabilitasiyaya cəlb edilməsi istiqamətində hansı işlər görülür? Təsəvvür edin, 53 min nəfər yaxın şəxslə birbaşa iş aparır. Şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı hansı yeniliklər olacaq? Bu istiqamətdə daha hansı işlər görülür? Əlilliyi olan müharibə iştirakçılarının əmək bazarına inteqrasiyası necə baş verir? Bu kateqoriyadan olan şəxslərin həyat şəraitini yaxşılaşdırmaq üçün əlavə nələr nəzərdə tutulur? Hər vaxtınız xeyir, yaxın yarım saat ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasət Şöbəsinin müdiri Babək Hüseynovla mövzunu davam etdirəcəyik. Hər vaxtınız xeyir Babək müəllim, ilk suala keçid alaq. Şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının sosial təminatının artırılması istiqamətində hansı addımlar atılır? Salam, hər vaxtınız xeyir olsun. Burada ilk növbədə yaxın keçmişdə biz məncə səyahət etməliyik. 5 il bundan əvvəl 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti hərbi təcavüzə cavab olaraq Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu müasir dünya hərb tarixində görünməmiş bir qəhrəmanlıq göstərərək cəmi 44 gün ərzində böyük zəfəri əldə etdi. Bu möhtəşəm tarixi zəfərin arxasınca 2023-cü ilin sentyabr ayında isə ordumuzun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Əfsuslar olsun ki, itkilərimiz oldu, şəhidlərimiz oldu, Allah rəhmət eləsin. Əfsuslar olsun ki, bizim igid hərbçilərimizin içərisində xəsarət alanlar, yaralananlar oldu. Allahdan onlara şəfa diləyirəm. Amma bunlar hamısı şəhid ailə üzvləri, eyni zamanda yaralılar. Elə müharibənin gedişatından Cənab Prezident öz xüsusi dayğısı götürdü və onların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görüldü və addımlar atıldı. Mən bununla bağlı məlumat verim. Nazirlik tərəfindən post-müharibə dövründə 132 min unikal şəxsə 400 min xidmət həyata keçirilmişdi ki, bunların təxminən 120 mini sosial ödənişlərlə bağlıdır. İlkin olaraq böyük məlumatlandırma proqramları həyata keçirildi. Hal-hazırda da Nazirliyin müvafiq saytında yerləşdirilibdir ki, bütün kateqoriyalarımız üzrə həm şəhid ailə üzvlərinin, həm müharibə səbəbindən əlilliyi olan bizim qazilərimizin, həm də müharibə veteranlarının hüquqlarını özündə əks etdirən müvafiq bölmələr yerləşdirilibdir. İstənilən vaxt oradan məlumat əldə edə bilərlər. Sosial ödənişlərin təyin olunmasına dərhal başlanıldı. 3300 şəhidimizin təxminən 8100 ailə üzvünə 16200 adda sosial müavinət və yaxud pensiya, habelə prezident təqaüdü təyin edildi. Əlavə olaraq 4500-ə yaxın əlilliyi müəyyən edilmiş bizim hərbiçilərə isə müvafiq əlillik dərəcəsinə uyğun olaraq həm pensiya, həm də Azərbaycan Respublikasının prezidentinin təqaüdü təyin edildi. Həmin dövrdə daha əvvəldən aparılmış təkmilləşdirmələr bizə imkan verdi ki, bu təyinatların, ödənişlərin təyinatı aparılanda hər hansısa bizim yaralımız və yaxud şəhid ailə üzvümüz hər hansısa bir idarə müəssisəyə müraciət etmədilər. Əlilliyi olan şəxslərdə bu tam proaktiv şəkildə idi. Əlillik müəyyən edildiyi sabahsı gün onlara əlillik dərəcəsinə uyğun olaraq pensiya, təqaüd təyin edildi və özlərinə məlumat göndərdi ki, bank kartını əldə edə bilib ödənişlərini ala bilərsiniz. Şəhid ailə üzvlərimizə şəhid təqaüdlərinin və digər sosial ödənişlərin təyinatında isə Nazirliyin bütün struktur qurumları belə deyək, səfərbər oldu. Bir çox hallarda sənədlər elektron əldə edildi. Bəzi hallarda tələb olunan sənədlər isə bizim əməkdaşlar tərəfindən toplanaraq onların hüquqlarına baxıldı. Bu da digər tərəfdən həmin təyinat aparılan şəxslərin qurumlara müraciət etməməsi, yəni mümkün qısa müddətdə dövlətin ödənişlərini əldə etməsinə kömək etdi. Əlavə olaraq bir dəfəlik ödəmələr həyata keçirildi. 6900 nəfər şəxsə təxminən 24 milyon manata yaxın hərbi qulluqçuların icbari sığortası çərçivəsində də bir dəfəlik ödəmələr həyata keçirildi. Bu məsələlər indi də davam edir. Bilirsiniz, ailələrin tərkibi dəyişir, bilirsiniz, əlillik dərəcəsi dəyişə bilər və yaxud şəhid ailə üzvü olan bizim şəhid övladları
təhsil davam etdirə bilər və sair və ilaxır. Bunlar hamısı artıq elektron qaydada tənzimlənir, nəzarətdədir və əsas məqsədimiz onların bu xidmətlərin əldə etməsində hər hansısa bir kənar bir quruma müraciət etməmələri budur bizim əsas məqsədimiz. Bəs müavinətlərin artırılması istiqamətində hansısa yeniliklər gözlənilirmi? Müavinət təqaüdlərinin artırılması, əgər biz yenə də son bir neçə ilə baxsaq, Cənab Prezidentin birbaşa tapşırığı və nəzarət altında 5 sosial islahat paketi həyata keçirilibdir. Bu islahat paketləri başlayıb 2019-cu ildən və 2025-ci ildə də davam etdirilibdir. Ümumilikdə bu islahat paketindən 4 milyon nəfər unikal şəxs yararlanıbdır və ümumilikdə həmin islahat paketlərinin dövlət büdcəsinə gətirdiyi əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edir. İslahatlar, mən təxminən sizə deyim, ilk növbədə minimum əmək haqqının artırılması, bilirsiniz, minimum əmək haqqının artırılması vahid tarif cədvəli ilə tənzimlənən 19 pillə üzrə müxtəlif iqtisadiyyatın müxtəlif sahələrində çalışan şəxslərin əmək haqqısının zəncirvari artımına gətirib çıxardır. Minimum əmək haqqı 3,5 dəfə artırılıbdır və buna müvafiq olaraq ölkəmizdə əmək haqqı fondu demək olar ki, o qədər artırılıbdır. Digər əsas islahat paketi təşkil edir pensiyaların məbləği ilə. Burada həm pensiyanın minimum məbləğindən gedir, həm müvafiq illər üzrə pensiya məbləğinin indeksləşdirilməsindən gedir. Bu artımlarda son biz 2019-cu ilə müqayisə etsək 3 dəfəyə yaxın burada artım qeydə alınır. Və üçüncü mərhələsi sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləridir. Sosial müavinətlərin də məbləği və Azərbaycan Respublikası Prezidentlərinin təqaüdünün məbləği son 6 ildə təxminən 5 dəfə artıbdır. Əlavə olaraq aztəminatlılara ödənilən ünvanlı sosial yardımın məbləğində 2,5 dəfə artım var. Yəni bu islahatlar demək olar ki, əhalinin bütün kateqoriyaları, həm xüsusi kateqoriyaları, yəni bayaq qeyd etdiyim ki, şəhid ailələrinin ödənişləridir, müharibə ailələrinin ödənişləridir. Onların hər birində təqaüdlərin artım baş verib. Ən sonuncu islahat paketi cari ildə baş verib. Yanvar ayında 3 mərhələdə baş verdi. Yanvar ayında minimum əmək haqqı artırıldı. Növbəti aydan etibarən pensiyaların minimum məbləği artırıldı və pensiya məbləğləri indeksasiya edildi. Cari ilin iyul ayının 1-dən bir çox növ sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri artırıldı. Ən son isə sentyabr ayında tələbələrin təqaüdlərinin artırılması ilə bu islahat başa çatdı və hazırda bizim texniki imkanlarımız Nazirlik tərəfindən göstərilən bilirsiniz 150-dən çox xidmətin 90%-dən çoxu elektronlaşdırılıb və böyük əksəriyyəti proaktivdir. Bu imkan verir ki, həmin bu artımlar olduqda biz Cənab Prezidentin müvafiq fərman və sərəncamlarla verdiyi tapşırıqları hansı ki milyon nəfər pensiya ilə bağlı məsəl üçün 1 milyondan çox pensiyasını əhatə edir və yaxud sosial müavinətin ödənişləri 400 mindən çox adamı əhatə edir və yaxud prezident təqaüdləri 400 mindən çox əhatə edir. Biz bunları demək olar ki, dəqiqələr ərzində icra edə bilirik. Çünki elektron bizim xidmətlərimizin elektronlaşdırılması bizə bu şəraiti tam yaradıbdır. Bu kateqoriyada olan şəxslərin həyat standartına təsir göstərəcək məqamlardan biri də onların mənzillə və avtomobillə təmin olunmasıdır. Məhz bu istiqamətdə işlər hansı mərhələdədir və necə həyata keçirilir? Bu da şəhid ailələrinin, müharibə ailələrinin mənzil təminatı və müharibə ailələrinin avtomobil təminatı bizim sosial təminat sisteminin özəlliklərindən biridir və biz xaricdə axtarsaq belə təcrübələrə çox az rast gələrək. Digər ölkələrdə bu yoxdur. Mənzil təminatı proqramı bünövrəsi Ulu Öndər tərəfindən 1997-ci ildə qoyulub. Yəni ilk dəfə 1997-ci ildə bu kateqoriyadan olan şəxslərə mənzillər təqdim edilibdir. Və post müharibə dövrünə əgər biz müraciət etsək, müharibədən sonraki dövrdə 6800 mənzil və fərdi ev şəhid ailələri, müharibə ailələri və bu kateqoriyadan olan həssas əhali qruplarına verilibdir. Xatırınızdadirsə, 2021-ci ildə müharibədən dərhal sonra Cənab Prezident tərəfindən belə bir mesajlar verildi ki, artıq keçmiş sayılan məcburi köçkünlər üçün tikilmiş mənzillərin Əmək Nazirliyi tərəfindən bu kateqoriyadan olan şəxslərə verilməsi tapşırıldı və onun hesabına biz yüksək nəticələr əldə etmişik. Orada növbəlilik var. Cənab Prezidentin biz 2 müvafiq sərəncamı var bu istiqamətdə. Onun icrasını həyata keçiririk və növbəlilik əsasında mərhələli şəkildə hər bir növbəyə alınmış şəhid ailəsi mənzil təminatı həyata keçiriləcək. Əlavə olaraq bilirsiniz, bir də avtomobillər verilir müharibə səbəbindən əlilliyi olan şəxslərə və avtomobil reabilitasiya vasitəsi kimi verilir. Bu heç də hər müharibə əlinə verilmir. Müəyyən bir diaqnozla xəsarəti, travması olanlara verilir. 600-ə qədər avtomobil post müharibə dövründə
növbədə olanlara verilibdir. Hal-hazırda demək olar ki, növbəmiz yoxdur və yaxud da az sayda orada cəmsi 15-20 nəfər qalıb ki, cari il ərzində 50 qazanılardı. Onlar da mən hesab edirəm, ilin sonuna qədər avtomobil təminat proqramı icra edilib. Yəni növbəti ilə demək olar ki, həmin siyahıda heç kim qalmayacaqdır, maşın gözləyən. Digər vacib bir məqam isə məhz məşğulluğun təmin edilməsidir. Bu kateqoriyada olan şəxslərin həm əmək bazarına inteqrasiyası, onların məşğulluğunun təmin olunması, həm də sosial reabilitasiyaya cəlb edilməsi istiqamətində hansı işlər görülür və hədəflər nələrdir? Düzgün verilmiş sualdır, bəli. Post-müharibə dövründə oradan bu və digər formada, yəni şəhid ailə üzvü olsun, və yaxud müharibəli olsun, və yaxud müharibə veteranı olsun. Onların nəinki əmək bazarına, onların əmək bazarına inteqrasiyası eyni zamanda cəmiyyətə inteqrasiyasıdır, yenidən olaraq da. Bu istiqamətdə çox böyük işlər görülübdür. Yəni, təsəvvür edin, 53 min nəfər yaxın şəxslə birbaşa iş aparılıbdır ki, bunların da təxminən 8500 nəfəri şəhid ailəsi üzvüdür, 6500 nəfəri müharibə səbəbindən əlilliyi olandı, geri qalan təxminən 37 min nəfər isə müharibə veteranlarıdır. Xatirinizdadirsə, bir neçə il bundan qabaq Cənab Prezidentin də çağırışı ilə məşğulluq marafonu elan edildi və orada əmək bazarında olan işə götürənlər məhz bu kateqoriyadan olan şəxslər üçün formalaşmış vakansiyaları ayrıca təqdim etdilər Dövlət Məşğulluq Agentliyinə və Dövlət Məşğulluq Agentliyi də bu kateqoriyada olan vətəndaşlarımızın həmin ora yönləndirdi. Amma bundan əlavə elementar biz baxışaq, bilirsiniz, geniş vüsət ayrılmış aktiv proqramlardan biri də özünə məşğulluq proqramıdır ki, şəxslərə seçdikləri istehsalat və ya xidmət növü üzrə öz bizneslərini qurmağa şərait yaradır. Təkcə bu istiqamətdə 13 mindən çox şəhid ailə üzvü, müharibəli və müharibə veteranı özünə məşğulluq proqramına cəlb edilib. Əlavə olaraq burada peşə hazırlıq kursları əhəmiyyət kəşf edilir. Peşə hazırlıq kursları müvafiq istiqamət üzrə qısa müddətli kurslara cəlb olunur. Həmin vətəndaş hər hansısa bir şəxs və nəticə olaraq ona əmək bazarında yer də ayrılır. Yəni o peşə bacarıqlarını artıq o qavradıqdan sonra 3 aydan sonra artıq əmək bazarında bir ixtisaslı kadr kimi işləməyə başlayır. Burada da geniş vüsət alıbdır. Orada da bizim təxminən bir 3000 nəfərə yaxın əsasən bu əksəriyyəti bunu müharibə veteranları təşkil edir. Orada digər məşğulluq tədbirləri isə kvotalar üzrə göndərişlərdir, mövcud vakansiyalar üzrə göndərişlərdir, birgə maliyyələşmə proqramıdır. Ümumilikdə dediyim kimi 53 min yaxın şəxs bundan yararlanıbdır və hal-hazırda bu proses davam edir. Bu daimi hərəkətdə olan bir prosesdir. Digər tərəfdən Cənab Prezidentin biz digər tərəfdən baxsaq, müvafiq sərəncamları ilə şəhid ailə üzvləridir. Müharibə səbəbindən əlilliyi olan şəxslərin özləri və onların övladlarıdır. Ha belə veteranlar, bunlar əgər pullu təhsilə düşürlərsə, onlar dövlət büdcəsi vəsait hesabına onların təhsil haqqı ödənilir və bu da onlara imkan verir ki, tam dövlət vəsaiti hesabına pulsuz təhsil almaqla ixtisaslı kadr kimi yenidən əmək bazarına qayıda bilsinlər. Orada kifayət qədər yaxşı göstəricilərimiz var, yəni maraq var, həm hər 3 kateqoriyada olan vətəndaşlarımız bu güzəştdən də aktiv istifadə edirlər. Digər tərəfdən post-müharibə dövründə əlilliklə bağlı operativ qərarın alınması və müharibədə yaralananlara göstərilən xidmətlərlə bağlı hansı işlər görülüb indiyədək? Orada da böyük işlər görülüb. İlk olaraq bunu bildirim ki, hələ müharibənin gedişindən Cənab Prezident yenə də dediyim kimi müxtəlif istiqamətli tapşırıqları var idi. Biri də buydu ki, biz müharibənin gedişatından xəsarət alan hər bir şəxsin, ha belə şəhid ailə üzvlərinin bir maddi məişət şəraitinin müayinəsini keçirmişdik. Onların olduğu yerdə. Məsəl üçün, bəzi yaralılarımız var idi ki, şərt olaraq deyirəm, hansı xəstəxanada idi, bəzi mənzilində, evində öz müalicəsini alırdı. Biz onların olduğu yerdə hər biri ilə görüşüb, bir qiymətləndirmə aparıb, ünvanlarında da olduq. Bu qiymətləndirmələr bizə imkan verdi ki, ilkin olaraq maddi məişət şəraitinin qiymətləndirilməsini aparaq, təsərrüfat fəaliyyəti ilə bağlı və gələcəyinə bir baxış qoyaq ki, hansı addımlar atılacaqdır. Bəzi hallarda heç ehtiyac olmadı hər hansısa bir zəruri tədbir görməyə, bəzi hallarda oldu. 2021-ci ilin yanvar ayında yenə də müharibədən sonraki ilk tarixlərdə Nazirlər Kabinetinin müvafiq qərarı imzalandı. Həmin qərarın məğzi Azərbaycan Respublikasının Ərazi bütövlüyü müdafiəsi zamanı yaralanmış, yəni xəsarət, travma almış hərbi qulluqçuların əlilliklə bağlı məsələlərin, yəni tibbi sosial ekspertiza məsələlərinin mərkəzləşdirilmiş şəkildə, daha asan şəkildə həyata keçirilməsi üçün Cənab Baş nazirin müvafiq qərarı ilə komissiya yaradıldı. Komissiyanın rəhbəri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. Əlavə olaraq komissiyanın tərkibində Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və təbibin müvafiq nümayəndələri idi. Bu komissiya bizə imkan verdi ki, hərbi səbəbdən əlilliyi olan, yəni Azərbaycan Respublikasının Ərazi bütövlüyü müdafiəsi səbəbindən əlilliyi olan şəxslərin
əlilliyə qədərki tələb olunan sənədlərinin mərkəzləşdirilmiş qaydada komissiya tərəfindən formalaşdırılması, ondan sonra bura əsasən hərbi şəhadətnamələr daxildir, əlilliklə bağlı travma araçlarıdır və digər lazım sənədlərdir. Bu sənədlərin toplanması həmin sənədlər əsasında əlilliyin müəyyən edilməsi üçün tələb olunan Forma 8 adlı elektron sənədin göndərilməsi və nəticə olaraq əyani müayinə aparılması. Bəzən elə oldu ki, heç əyani müayinə sənədlər toplanana qədər aparıldı. Yəni biz nəticəni bilib bəri başdan addım atırdıq. Bu da yenə imkan verdi ki, mümkün qısa müddətdə. Məlumat üçün bildirim ki, 7000-ə yaxın şəxs müharibədən sonraki dövrdə şəhadətləndirilmişdir. Onların 4500-ə yaxına əlillik dərəcəsi müəyyən edilmişdir müvafiq olaraq. Orada əslində orqanizm funksiyalarının itirilmə faizidir. Mən daha sadə olsun deyə birinci, ikinci, üçüncü əlillik kimi qeyd edirəm və hər bir o dərəcənin də özünə uyğun və yaxud söhbətimizin başlığına qeyd etdiyim müvafiq ödənişlər var. Həmin ödənişlərdə əlillik müəyyən oldu, səhərsi günü proaktiv təyin olunur. Sadəcə vətəndaşımıza qısa mesaj, SMS göndərilir ki, sizə təyin olunmuş məbləği əldə etmək üçün filan bank şöbəsinə yaxınlaşıb ödəniş kartını əldə edə bilərsiniz. Son illər həyata keçirilən sosial islahat paketlərindən ümumi danışaraq gələcək hədəflərin necə müəyyənləşdirilənə də toxuna bilərik. Yəqin ki, istəyir bu barədə bir qədər məlumat verəsiniz. Cənab Prezident dəfələrlə öz çıxışında qeyd edibdir ki, əhalinin sosial rifahı, onun layiqli həm həyat şəraiti, həm əmək şəraiti, layiqli əmək haqqısı bu Cənab Prezidentin daimi diqqətində olan bir məsələdir. Bayaq da qeyd etdim, son 5 ildə aparılan islahatlar və bura ayrılan vəsait onun bu qərarında necə israrlı olduğunu göstərir ki, yəni bir də siz xatırladım, 4 milyondan çox adamı əhatə edibdir, unikal şəxsdən gedir söhbət. Yəni faktiki olaraq həmin islahatlar hər evdə təsiri olubdur. Və 7,6 milyard manat bu istiqamətdə ayrılan əlavə vəsaitdir. Təsəvvür edin, 2020-ci ildə həm pandemiya oldu, həm şanlı zəfərlə bitən bizim müharibəmiz oldu, amma heç bir sosial proqramda nə dayanma, nə axsama, nə növbəti ilə keçirmə baş vermədi. Ondan sonraki dövrlərdə də bunlar hamısı, yəni həyatımızda olan şeylərdə bariz nümunədir. Bugünkü günə qədər də Cənab Prezidentin tərəfindən verilmiş tapşırıqlar, nazirlik tərəfindən mən hesab edirəm ki, mümkün qısa müddətdə və keyfiyyətlə həyata keçirilibdir və bu islahatlar gələcəkdə də olacaqdır. Bilirsiniz, artıq pensiyalarla məsələsini götürsək, artıq pensiyaların vahid indeksasiyası müəyyən olunubdur və orta aylıq əmək haqqının artım tempinə əsasən hər ilin əvvəlində pensiyaçıların pensiyası indeksləşdirilir və əvvəlcə bəzi növ pensiyalar üzrə onların pensiyasının məbləği əmək haqqına bağlı edirsə və məhz əmək haqqı artımı zamanı onların pensiyası artırdısa, artıq bu islahatlar vahid indeksasiya tətbiq edilibdir. Formalaşmış təcrübə bundan ibarətdir ki, orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq bütün növ pensiyaçıların pensiyası indeksləşdirilir. İşləyən şəxslərə münasibətdə isə onların kapitalı inflyasiya dərəcəsi qədər indeksləşdirilir. Mən hesab edirəm ki, gələcəkdə yenə də Cənab Prezident tərəfindən hər hansısa bir tapşırıq olacaqsa, biz yenə də mümkün qısa müddətdə həmin tapşırıqları layiqincə icra etməyə çalışacağıq. Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Belə suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti Şöbəsinin müdiri Babək Hüseynov cavablandırdı.